Bax, Qarayevdə, Özbəkistan küçəsində girişi pulsuz başa gələn bir dənə hamam var. Bəs kimlərə pulsuzdur indi deyəcəm. Deməli, məkana giriş 12 manatdır. Məncə bu Bakıda normal hamamlar arasında ən ucuz qiymətdir. Əslində İmperator illərin hamamıdır, yəni normal şəraiti olan bir yerdir. Sadəcə havalar isinir deyə qiymətləri biraz da endiriblər. 12 manata da bütün hamamlarda verilən standart xidmətlər daxildir. Dərinliyi 1.70 hovuzun. Amma buranın əsas üstünlüyü bax bu paketdir. Bir nəfərin full istirahəti 48 manat idi, düşüb 40 manata. Burada demək olar ki, hər şey daxildir. Kisəsi, masajı, nə bilim, ayaq vannası, bir bakal nanəli, limonlu, zoğallı çayı, bir sözlə çox şey. Yəni bütün bu xidmətləri ayrı-ayrılıqda hesablayırsan, görürsən ki, bir nəfər bu full paketdən götürəndə ona giriş pulsuz başa gəlir. Bax, buranın özünün ayrıca VIP zonası var. İstirahət üçün masalar var. Nəhəng bir hovuz var, baba, fikir ver. Bura o 40 manatlıq paketə daxil deyil. Bax, bura kisə bölümüdür. İllərin kiri burada çıxır, bax, fikir ver. Bax, buxar boçkası. Bir dənə başın çöldə qalır. Altdan buxarlanırsan. Bax. Bakalda zoğallı çay, yəni 40 manatlıq paketdə bu da var. Hə, onu da əlavə eləyim ki, bu kampaniya müəyyən vaxt çərçivəsində keçərlidir. Bu da məkanın rus seti. Bax, bu setin qiyməti 30 manat. Bu qədər istirahətdən sonra axırda müştərilərə ikram olaraq belə bir reyhan kompot da verirlər. Bəlkə də illərdir belə istirahət eləmirdim. Yəni inanılmaz dərəcədə möhtəşəm istirahətdir. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.